Salam, hörmətli həmkarlar, hər birinizi Rəqəmsal Yay Məktəbinin ikinci dərsində salamlayırıq. Bugün moderator mən Elmira Ağayeva, təqdimatçımız isə təlimçi, metodist və müəllim Vahidə Azayevadır. Bugün sizinlə birlikdə maraqlı və aktual mövzulara toxunacağıq. Hər birinizdən aktiv olmağı gözləyirik və elə çox uzatmadan təlimimizin webinarımızın ilk sualını əziz müəllimlər sizə ünvanlamaq istəyirəm. Və istərdim ki, siz hər biriniz chat bölməsində verdiyim suala bir-iki sözlə cavab yazasınız. Əziz müəllimlər, bizə maraqlıdır ki, müəllimlər üçün hal-hazırda ən aktual problem nələrdir? Həmin sualı mən sizə chat bölməsinə göndərirəm. Orada siz cavablaya bilərsiniz və biz onların hər birini cavablandıracağıq. Müəllimlər öz fikirlərini yazana qədər Vahidə müəllim sizi eşidək. Salam, hər vaxtınız xeyir. Səsim eşidilirmi? Bəli, bəli. Mən də öz növbəmdə bütün həmkarlarımızı salamlayıram. Ümid edirəm Elmira xanımın qeyd elədiyi kimi bugünkü görüşümüz sizlər üçün olduqca maraqlı və faydalı keçəcək. Yoldaşlarımızın cavablarını gözləyək, bir dəqiqə falan. Aha. Siz chat bölməsinə. Həvva müəllim yazıb ki, rəqəmsal alətlərdən istifadədə məlumatsızlıq. Aytac müəllim yazıb icmal. İlhamə müəllim yazıb salam, səsiniz eşidilmir. Biz eşidirik bir-birimizi. Bəlkə sizdə nəsə texniki problem var. Zəhmət olmasa təkrar yoxlayın. Könül müəllim yazıb hər gün dərs planı hazırlamaq. Sədaqət müəllim yazıb prometan lövhələr çox məktəbdə yoxdur. Burada özlüyündə problem olur. Aha, təşəkkür edirik. Səmaya müəllim yazıb icmal. Elnarə müəllim yazıb salam, KSQ və BSQ hazırlamaq çətindir. Çünki rəqəmsal alətlərdən istifadə etməkdə çətinlik çəkirik. Aslan müəllim yazıb salam, hər vaxtınız xeyir. Bir daha mən oğlumun Teams proqramından şagird kimi qoşulmuşam. Ancaq müəllim üçün qeydiyyatdan keçə bilmirəm. Yazır ki, sizin məktəb virtualda keçməyib. Yəqin ki, sizdə region məktəbidir. Rəqəmsal məktəbə hələ ki sizə keçid yoxdur. Amma bu bizim üçün çox gözəl göstəricidir ki, övladınızın profilindən daxil olmusunuz, öyrənmək istəyirsiniz. Sizi aramızda xoş gördük. Tərlan müəllim yazıb ki, bəli, buyurun. Tərlan müəllimin də cavabını dinləyək. Yazıb ki, hal-hazırda düşünürəm müəllimlərə tətbiq olunacaq forma ən aktual problemdir. Məncə, Aynur müəllim yazıb, məncə hazırda müəllimləri ən çox düşündürən məsələlərdən biri tədris prosesinin keyfiyyətini qorumaqla yanaşı müasir dövrün tələblərinə uyğunlaşmaqdır. Xüsusilə şagirdlərin dərsə marağının artırılması, rəqəmsal texnologiyaların səmərəli tətbiqi, sənədləşmə yükünün azaldılması və mesajlar gəlib qalxır. Bəli, eyni zamanda müəllimlərin psixoloji rifahının və əməyinin layiqincə qiymətləndirilməsinin təmin olunması təhsilin keyfiyyətinə birbaşa təsir edir. Hər birinizə fikirlərinizə görə təşəkkür edirik. Çox uzatmadan Vahidə müəllim sizin bu barədə fikirlərinizi eşitmək istəyərdim. Təşəkkür edirəm. Həmkarlarımıza da çox sağ ol deyirəm ki, öz fikirlərini bizimlə bölüşdülər. Gəlin etiraf edək ki, hər birimiz hər gün növbəti günün dərslərini hazırlaşmaq üçün müəyyən vaxt, zaman sərf edirik. İcmalın yazılması olsun, slaydların hazırlanması, şagirdlərin ehtiyaclarına uyğun tapşırıqların hazırlanması. Bu da dediyim kimi bizim günümüzün çox hissəsini aparır. Ən vacibi də düşünün ki, ailə və istirahət üçün ayıracağımız zamanımız gedir. Yəni, bu bizim enerjimizin sərf olunması da deməkdir. Bəs Vahidə müəllimə, bunun üçün bizə nə tövsiyə eləyərsiniz? Bəs biz bu problemi həll eləmək üçün nə eləyə bilərik? Nə bizə tövsiyə eləyə bilərsiniz? Buyurun, sizi dinləyək. Mən sizə sehirli çubuq vəd etmirəm. Ancaq sehirli çubuğu əvəz edəcək köməkçi alətlərdən, rəqəmsal alətlərdən danışmaq istəyirəm. Bugün biz sizinlə süni intellekt alətlərindən danışacağıq. Ancaq qeyd edeyim ki, süni intellekt aləti ilə danışarkən biz ona bir şərtlə, yəni elə bir müraciət eləməliyik ki, yəni birbaşa mənə tapşırıq yaz, mənə slayd hazırla deməyəcəyik. Biz onunla elə bir dildə danışacağıq ki, o bizə tam hədəf hazır material təqdim etsin. Keyfiyyətli material təqdim etsin. Ümumiyyətlə, biz bugün sizinlə 3 istiqamət üzrə icmalın hazırlanması, şagirdlərin fərdi ehtiyaclarına uyğun tapşırıqların hazırlanması və
hər birimizin yaralı yeri olan qiymətləndirmə rubriklərinin hazırlanmasını cəmi bir neçə dəqiqədə iki süni intellekt aləti ilə Copilot və Gemini alətləri ilə necə hazırlana biləcəyini bir yerdə müşahidə edəcəyik. Mən ekran paylaşımımı edim. Bəli, zəhmət olmasa. Bir zəhmət baxın, görünürmü ekran paylaşımım? Bəli, görünür. Davam edə bilərsiniz. Deməli, biz ilk öncə elektron jurnal səhifəmizə daxil olarkən orada rəqəmsal məktəb bölməsinə keçid edirik. Və rəqəmsal məktəb bölməsində bizim qarşımıza belə bir səhifə açılır. Bu səhifədə dərs cədvəli, qiymətləndirmə, şagirdlərin siyahısı, Microsoft kabineti, Google kabineti, tətbiqlər kimi bölmələr var. Biz bugün sizlə ilk öncə Microsoft kabineti daxil olmaqla gəlin keçid edək. Burada deməli ilk bir neçə daha doğrusu alətlə qarşılaşırıq. Copilot, Teams, Word, Excel və s. Bizim bugünkü öyrənəcəyimiz alət Copilot aləti olduğu üçün biz ona keçid edəcəyik. Və Copilot alətinə daxil olarkən qarşımıza belə bir səhifə açılacaq. Sol tərəfdə yeni söhbət, ara, kitablıq, yəni müxtəlif dillərdə olur. Məndə niyəsə dəyişsəm də dili türk dilində təqdim edir. Və beləcə deməli panellər və ən əsası bizim istifadə edəcəyimiz isə müəllim üçün köməkçi, rəqəmsal köməkçi. Deməli, biz həmin hissəyə daxil olacaq. Fikir versəz, bugünkü mövzumuza uyğun, yəni dərs planının hazırlanması, materialların hazırlanması, qiymətləndirmə kimi aşağıda bizə köməkçi vasitə materiallar təqdim edir. Bu da deməkdir ki, biz bu rəqəmsal köməkçidən bu istiqamətdə çox rahatlıqla istifadə edə bilərik. Yəni, bizə bu imkanı təqdim edir. Mən indi sizə, yəni məlum məsələdir ki, bizim bugünkü görüşümüz, ümumiyyətlə bu layihə çox az zamanda daha çox məlumat ötürmək xidməti göstərdiyi üçün burada mən artıq hazır şəkildə prompt vermişəm. Mən indi onu sizə təqdim edəcəm. Deməli, diqqətlə dinləyin, izləyin. Burada deməli əsas məqamı sizə göstərəcəm, çünki sizə sualım olacaq. 3-cü sinif belə bir prompt vermişəm. 3-cü sinif Azərbaycan dili dərsliyində verilmiş tarixi abidələr mövzusuna aid icmalı hazırla. Baxın, mənə icmalı təqdim edib və icmalda deməli tarixi abidələr yazılıb, abidələrdən nədən bəhs olunduğu bir cümlə ilə ifadə olunub, abidələrin əhəmiyyəti bir neçə cümlə ilə, Azərbaycanda məşhur tarixi abidələrin bir neçəsinin adı təqdim olunub, tarixi abidələri necə qorumalıyıq, onlar necə davranmalı kimi misallar, nümunələr göstərib və sonda bizə kiçik yoxlama üçün 3 sual təqdim edib. Bu bizim mənə təqdim etdiyi bir icmaldır. Mən növbəti dəfə eyni mövzu ilə bağlı bir də ona müraciət elədim. Amma diqqət edin, mən ona demişəm, zəhmət olmasa 3-cü sinif Azərbaycan dili metodik vəsaitdə verilmiş tarixi abidələr mövzusu üçün 2-2-2-6 standartına əsasən icmal hazırlar. İcmalda maraqlı cəlb etmə, interaktiv fəaliyyət, refleksiya əks olunsun. Fəaliyyət 45 dəqiqəlik vaxt üçün nəzərdə tutulsun. Və gəlin onun mənə təqdim etdiyi icmala nəzər yetirək. Deməli, icmalda mövzunun adını verib, standartın açılışını verib, məqsədləri qeyd edib, tarixi abidələr haqqında məlumat əldə edir, mətnə əsasən fikrini müəyyən edir, çox da demək olar ki, doğru və düzgün məqsədlər çıxardıb, dərsin gedişini dəqiqələrlə göstərməklə cəlb etmə və fəaliyyət hissəsi, qrup işləri, hətta qruplara veriləcək tapşırıqlar, diqqət edin, qrupların adlarına uyğun onlara aid tapşırıqlar, möhkəmləndirməni neçə dəqiqə təşkil edə bilərik və hansı tapşırıq, hansı suallarla, refleksiya verib bizə 3-2-1 üsulu ilə və sonda qiymətləndirmə üçün meyarlar. Hətta sağ olsun, mən heç ona qiymətləndirmə meyarı hazırla deməmişdim, o mənə qiymətləndirmə meyarı da təqdim edib və bu qədər hələ ki. Onu demək istəyirəm ki, Vahidə xanım, Bəli. bu dəqiqələrin yazılmağı, ümumiyyətlə hər şeyin belə spesifik verilməsi həm də gənc müəllimlərə böyük dəstək olacaq. Bilirik ki, müəllimlər universiteti bitirir, o qədər də praktika olmur, nəyi necə eləyəcəklərini bilmirlər. Amma baxın, bu xırdalığa qədər verilməsi həm də həmçinin yəni gənc müəllimlərə də çox böyük dəstək olacağını düşünürəm. Bəs növbəti bir sualım olacaq sizə. Bəs siz Copilotda göstərdiniz bunu, düzdürmü? Başqa hansı alətlərdə biz bunu eləyə bilərik və yaxud da ümumiyyətlə başqa alətlər bizə bu şansı verir, yoxsa yox?
Əslində süni intellekt alətlərinin bir neçəsi bu imkanı bizə təqdim edir. Lakin Copilot aləti birbaşa bizim bu fəaliyyətimizə dəstək olacaq funksiya ilə tənzimlənib. Ona görə də Copilot daha məsləhətlidir. Ancaq mən hələ digər hansı ki bizim digər bir süni intellekt alətimiz var, onunla da bağlı fəaliyyətimiz olacaq. Mən bir sualı ünvanlamaq istəyirəm. İstəyirəm bu sualı sizdən və həmkarlarımızdan cavab alım. Onlar yazsınlar, siz isə şifahi cavablandırarsınız. Baxın, deməli, eyni mövzu ilə bağlı icmal təqdim elədim, düzdür? Bəli. Sizcə bu icmalla birinci və ikinci icmal arasında fərq nə idi Elmira xanım? Yoldaşlar yazsın, siz onu deyin, sonra mən çatada baxıram eyni zamanda. Bəli, deməli, onu deyim ki, birinci icmalda düşünürəm ki, dərsin mərhələləri tam deyildi. İcmal bütöv şəkildə, yəni bütün mərhələləri əhatə eləmirdi və bizə lazım olan hissələrin demək olar ki, çoxsu yox idi. İkincidə isə daha geniş, bizə lazım olan, hətta dəqiqələrə qədər bölünmüşdü. Spesifiklik var idi. Müəllimlər də yazır, istəyirsinizsə səsləndirim. Bir neçəsini dinləyək. Qumru Şirinova yazır, bizə lazım olan düzgün promptlar ikincidə verilmişdi. Aytac Bağışova yazır, standart vaxt. Sədaqət İsmailova yazır, prompt düzgün verilib, aydın şəkildə. Səmayə Nəcəfli, ikinci icmal daha dəqiq idi. Günel Rəhimova, salam, ikinci daha dəqiq və ətraflı idi. Burada sadəcə Gmail açır, ona görə ad səsləndirə bilmirəm. Promptları düzgün yazmaq lazımdır. Dərsin mərhələsini standartı aydın yazmalıyıq. Vüsalə müəllimə yazıb, ikinci icmal daha doğru idi. Aynur müəllimə yazıb, promptlar düzgün verilməlidir. İkinci metodik vasitə uyğundur və belə cavablar yazırlar. Metodik vəsaitə uyğundur. Çox sağ olsunlar. Doğrudan onların aktivliyi bizi daha da ruhlandırır. Deməli ki, doğru istiqamətdə gedirik. Hər birinizə təşəkkür edirik. Çox sağ olsunlar. Elmira xanım, siz də doğru buyurdunuz, yoldaşlarımızın əksəriyyəti demək olar ki, eyni fikri səsləndirdi. Bəli, burada əsas məsələ düzgün, yəni effektiv prompt verməkdir. Mən birincidə qeyri-müəyyən şəkildə ona bildirdim ki, mənə icmal hazırla. O hardan bilsin ki, mən necə bir icmal istəyirəm və o mənə ümumi bir icmal təqdim etdi. Ancaq ikinci promptda daha dəqiq, mənə lazım olan detalları vurğulamaqla promptumu təqdim etdim. O da mənə icmalı təqdim etdi. Ümumiyyətlə, düzgün promptun bir neçə meyarı, deyək ki, şərti var. Sizcə onlardan hansıdır? Elmira xanım, siz necə düşünürsünüz? Hansılar daha vacib şərtlərdir? Düşünürəm ki, burada əsas vacib olan şərtlər aydın olmalıdır, dəqiq olmalıdır. Yəni, daha belə strukturlaşdırılmış formada olmalıdır. Strukturlaşdırılmış nə istədiyimizi bilməliyik. Bəli, çox doğru vurğuladınız və strukturlaşdırılmışla bağlı bir cümlə ilə ifadə edeyim fikrimi də. Strukturlaşdırılmış o deməkdir ki, yəni biz necə təqdim edəcəyik? Tutaq ki, böyük bir bölmədir və yaxud da böyük bir mövzudur. Biz o mövzunu birbaşa verməyə də bilərik. Onu deyək ki, bu mövzuya mənə giriş ver, bu mövzu üçün mənə tapşırıq hazırla, bu mövzu üçün mənə refleksiya ver. Bu hissələrə bölərək ondan bizim üçün icmalı təqdim etməsini istəyə bilərik. Və ən vacib aktual şərtlərdən biri də bizim etikamızdır. Yəni ona müraciət formamızdır. Fikir verdiniz, mən birincidə daha çox əmri şəklində, amma ikincidə zəhmət olmasa xahiş edirəm kimi etik normalara uyğun müraciət göndərdim və o mənə bu icmalı təqdim etdi. Təbii ki, burada şərt tək o deyildi. Biz açıq daha detallı vermişdik, standartımızı vermişdik, ona interaktiv fəaliyyət verməyini, refleksiya verməyini istəmişdik. O da bütünlüklə mənə belə bir icmal təqdim etdi. Bəli. İndi isə gəlin, növbəti bir alətimizlə bağlı danışaq. Dedik ki, biz ikinci bir alətlə... İkinci bir alətimiz Gemini. Gemini alətinə də istəyirsiniz necə daxil olacağımızı bir göstərim əvvəlcə. Eyni qaydada rəqəmsal məktəbə daxil olduqdan sonra Google kabinet bölməsinə, yəni sol tərəfdə verilən Microsoft və onun aşağı hissəsinə yaradılan Google kabinetə daxil oluruq. Və burada bir neçə alət var. Bizə lazım olan bugünkü fəaliyyətimizə istifadə edəcəyimiz Gemini'dir. Biz Gemini'yə keçid edirik. Və qarşımızda belə bir səhifə açılır. Burada sol tərəfdə yenə eyni qaydada yeni söhbət, söhbətlərdə arama, dediyim kimi türk dilində olur, bəzi dillərdə, yəni niyəsə, məsələn, məndə türk dilində də, halbuki dəyişmişəm dili, amma yenə də qayıdır türk dilinə.
və kitablıq kimi bölmələr. Biz burada əsasən qarşımızda açılan yeni hansı ki, nəyi soruşmaq istəyirik, nəyi tələb eləyəcəyik, həmin hissə qarşımızda görünür. Burada sual, daha doğrusu üstəgəl işarəsi var. Onu da vurğulamaq istəyirəm ki, məsələn, biz bu üstəgəl işarəsinə toxunmaqla hər hansı bir sənədi, kompüterimizin yaddaşında olan hər hansı bir sənədi yükləməklə ona prompt verə bilərik ki, məsələn, mənə bu sənədə uyğun, bu verilən fayla uyğun tapşırıqlar hazırla və s. İndi mən yenə eyni qaydada öncədən hazırladığım promptu və təqdim etdiyim promptu sizə göstərəcəm. Bu dəfə ibtidai sinifdən fərqli olaraq coğrafiya fənnini seçdim. 8-ci sinif coğrafiya fənnindən Qütb gecəsi gündüzləri mövzusunda 1-2-2 standartına əsasən 3 səviyyədə açıq tipli tapşırıqlar hazırla, zəhmət olmasa təbii ki. Və bayaq icmalın yazılması ilə bağlı idi. İndi artıq biz keçmişik tapşırıqları necə hazırlaya bilərik. Onunla bağlı mən Cemnaya prompt vermişəm. Gəlin baxaq. Yəni coğrafiya müəllimlərimiz varsa aramızda, tapşırığın məzmununa baxaraq fikirlərini bildirsinlər ki, tapşırıq doğrudurmu, yoxsa yox. Deməli, burada 3 səviyyədə tapşırıq hazırlayıb mənim üçün, çünki mən ona tapşırıq vermişdim ki, 3 səviyyədə hazırla. Və deməli, tapşırıqları asandan çətinə doğru 3 səviyyədə tapşırıq təqdim etməklə mənə hazır nümunə verib. Burada bir, məsələn, sual vermək istəyərəm. Biz burada promptda daha nə əlavə edə bilərik? Yəni, yoldaşlar fikrini yaza bilər. Məsələn, promptda daha nə soruşa bilərdim ki, mənə uyğun və yaxud da mənim ya da sizlərin tələbinə uyğun bir tapşırıq nümunəsi təqdim etsin. Yəni, əziz müəllimlər, başqa nə əlavə eləmək olardı promptda? Məsələn, Vahidə xanım burada mövzunu yazıb, standartı yazıb və 3 səviyyəni qeyd edib ki, açıq tipli tapşırıq. Bəs başqa nə əlavə eləmək olar ki, bizə daha istədiyimizi daha aydın formada, daha gözəl formada təqdim etsin? Aytac müəllim yazıb diferensial yanaşma. Validə müəllimə yazıb yenə diferensial tapşırıq hazırla. Həmkarım, nə gözəl? Adaşım. Yox, Validə müəllimə. Validə, aha. Elnarəm xanım yazıb ki, fərdi iş üçün tapşırıq vermək olar. Mən də əlavə edeyim, məsələn, Qumru müəllimə yazıb asan, əsas, dərinləşdirilmiş tipli tapşırıqlar. Əslində o var. Baxın, burada yazıb anlama, yəni baza səviyyəsi, sonra tətbiq və təhlil səviyyəsi, yəni 2-ci səviyyə, 3-cü səviyyə artıq daha üst səviyyə, yüksək səviyyə özü də burada qeyd edilib. Qruplarla iş yazıb Səmaya müəllimə. Deməli, boşluğu doldur belə tipli suallar vermək olar. Fərdi iş, cütlərlə iş üçün, iş vərəqləri şəklində, məsələn, eləmək olardı ki, test formasında hazırla 4 variantlı olsun və yaxud da açıq tipli olsun, 4 öyrənmə tipinə uyğun öyrənməni təmin et yazıblar. Hər birinizə çox təşəkkür edirəm. Çox xoşdur ki, belə aktiv dinləyirsiniz. Vahidə müəllimə də məncə bu motivasiyadır. Davam eləyək Vahidə müəllimə. Elmira xanım, əslində belə deyək, tam istədiyim cavabı almadım. Çünki burada fikir versəz, tapşırıq hərəsində bir nümunə verib və onu mənə qiymətləndirmə meyarı, hətta doğru cavabı istiqamət verib. Ancaq mən ona yazsaydım ki, mənə 3, 5, 10 tapşırıq verir. İndi 10 çoxdur təbii ki. Bəli, say olaraq mən ona say yazsaydım ki, hər səviyyə üçün 3 tapşırıq təqdim et, təbii ki, mənə o sayda tapşırıq təqdim edəcəkdi. Yenə də yəni çox əsas detallara toxundular, ancaq mənim almaq istədiyim cavab, dediyim kimi, say məsələsi idi ki, mən ona say vermədiyim üçün o mənə yalnız tapşırığın birinin üzərinə nümunə göstərib. Bir məqamı da qeyd edeyim ki, baxın, burada mən heç ona qiymətləndirmə meyarı, yəni eyni qaydada istəməmişəm, ancaq o mənə qiymətləndirmə meyarı hazırlayıb, hadisənin səbəbini, oxu meylini bilir və xəyali dəyişikliyin nəticəsini düzgün təxmin edir kimi meyar təqdim edib və həmin cavabları da necə düzgünlüyünü yoxlaya bilərik, bu şəkildə təqdim edib. Gəlin elə istəyirsiniz. Əvvəlcə bunda mən ikinci bir nümunəni də göstərim. Yoldaşlar vurğulamışdılar. Test nümunəsi olaraq təqdim etsin. Mən ona fikir versəz, yəni burada yenə eyni qaydada prompt vermişdim. Ancaq o mənə yenə eyni şeyi yoxlamaq üçün ki, görüm bu dəfə məsələn deməsəm necə təqdim edəcək. Artıq gördü ki, mən qeyri-müəyyənəm, qane olmuram onun verdikləri ilə, nəsə narazıyam. Mənə artıq bir test nümunəsi təqdim elədi. Çox da maraqlı test nümunəsidir, 10 suallıq. Belə bir test nümunəsi təqdim edib. Bu test nümunəsini biz bəli, rahat şəkildə həmin paylaş düyməsinə toxunmaqla linkini kopyalayıb qrupumuza, yəni yəqin ki, hər bir müəllimin WhatsApp qrupu var, qrupa göndərməklə şagirdlərin sualları işləyib cavablandırmasını təmin edə bilərik.
Bəs Vahidə müəllimə, bunu link formasında deyil, kağız formasında və yaxud da kimsə sualları özü tərtib edib iş vərəqi hazırlamaq istəyir. Onda Hə, müəllimlər necə əldə edə bilərlər? Zəhmət çox olmasa bu barədə də deyərdiniz. təşəkkür edirəm. Mən qayıdım həmin Word tapşırıq şəklində olan suala, daha doğrusu mətn şəklində olan tapşırıqlara. Tutaq ki, mən ona yenidən yazsam ki, mənə tapşırıqların sayını artır, mənə hər səviyyə üçün 3 tapşırıq təqdim et. O yenə eyni qaydada mənə tapşırıqları təqdim edəcək. Burada fikir versəz aşağıda kopyala hissəsi var. Biz Bəli. həmin hissəyə toxunmaqla mətnim kopyalandı artıq. Görürsünüz, burada yazdı panoya kopyalandı. Mən əvvəlcədən artıq hazırlamışdım. Sizə göstərə bilərəm. Burada deməli Word sənədi hazırlayıb hazır qoydum ki, vaxtımız getməsin. Bəli. Həmin Word sənədinə daxil olub yapışdırmaq, yəni paste eləməklə gördüyünüz kimi həmin sənədi, daha doğrusu həmin mətni, materialı bura əlavə edə bilərəm və əlavə etdikdən sonra üzərində müəyyən dəyişiklik etməklə tutaq ki, bu hissəsi mənə lazım deyil, bu sözü silirəm və s. Yəni bu şəkildə dəyişiklik etməklə özümüzə uyğun hazırlayıb saxlaya bilərik və istifadə edə bilərik. Aydındır. Təşəkkür edirəm Vahidə xanım. Müəllimlərə bir ev tapşırığımız olacaqdır. Mən əslində qiymətləndirmə ilə də bağlı, əgər vaxtımız varsa, qiymətləndirmə ilə də bağlı bir neçə Buyurun. fikrimi çatdırım. Məsələn, gəlin buradan baxaq. Vaxtımız var da yəqin ki. Bəli, var. Baxın, məsələn, mən bayaqlarım bir dəqiqə qayıdaq həmin hissəyə. Gördüyünüz kimi o mənə deməli qiymətləndirmə meyarı təqdim edib. Və mən həmin qiymətləndirmə meyarı üzrə mənə rubrik hazırlamasını istəyə bilərəm. Deyirəm ki, bircə dəqiqə. Mən ona deyirəm ki, bu qiymətləndirmə meyarına uyğun deməli səviyyələr üzrə rubrik hazırla. 3 səviyyədən. Bir şey də mən əlavə eləmək istirdim. Elə Buyurun. Zülfiyə xanım da burada yazıb. PDF və ya Word formatında da hazırlaya bilir. Sadəcə siz əgər üzərində dəyişiklik istəyirsinizsə, öz Bəli. əlavələriniz varsa hansısa hissəyə, Vahidə xanım dediyi kimi eləyə bilərsiniz. Yox, elə onun göndərdiyini tam olaraq bəyənirsinizsə, eyni bir formada verəcəksinizsə, prompt verirsiniz ki, bunu mənə Word formatında və yaxud da PDF kimi göndər. O hazırlayıb göndərir. Bəli, düz vurğuladınız. Siz Bəlkə mən o yazdınız? cümləni bəli, yazmışam. Mən o cümləni bəlkə də demədim, düz vurğuladınız. Çünki biz həmin promptu verdikdən sonra ola bilər ki, üzərində müəyyən dəyişiklik etmək istəyirik. Ona görə də mən həmin qaydanı nümayiş etdirmək üçün belə bir proses icra etdim. Tutaq ki, mən belə bir meyar verim. Bu qiymətləndirmə meyarına əsasən 3 səviyyədə rubrik hazırla. Gəlin, baxaq görək bizə nə təqdim eləyəcək. Deməli, birinci səviyyə üçün mənə yazıb, qütb gecəsi gündüzlərinin səbəbini tam izah edə bilmir. Yer oxunun şagird olması vəziyyətində nə baş verəcəyini səhv təxmin edir və əsaslandıra bilmir. Təbii ki, bu birinci səviyyə üçündür və təsəvvür edin, hər meyar üçün ayrı səviyyələr üzrə rubrik meyarları hazırlayıb. Bir məqamı qeyd edeyim. Ola bilər ki, indi süni intellekti müəyyən informasiyaları bizim qədər təbii ki, müəllim olaraq nə hissləri, nə düşüncələri yoxdur. Ona görə də müəyyən yanlış deməyək, müəyyən dəyişikliyə ehtiyacı var. Məsələn, bir məqamı qeyd edeyim ki, biz şagirdlərə meyar olaraq dəyərləndirmə edərkən ona bilmir, bacarmır kimi inkar cümlələri və stativ feillərdən istifadə etməməliyik. Bunu da haşiyəyə çıxıb qeyd etmək istədim. Burada yenə qeyd etdiyim kimi biz özümüz verilən meyarlar ümumi məzmun olaraq doğrudur. Sadəcə müəyyən dəyişiklik etməklə yenə istifadə edə bilərik. Belə, bizə dediyim kimi səviyyələr üzrə qiymətləndirmə meyarı, hətta ballarla necə dəyərləndirə biləcəyimizi istiqamət verib. Bu qədər. Elmira xanım, hər hansı sualınız və yaxud da yoldaşlarımızdan kimisə sualı varsa, buyurun.
Elmira xanım, mən eşidilirəmmi? Eşidirsiniz məni? Aha, indi eşidirik, buyurun. Elə müəllimlər də onu qeyd eləyiblər burada, deməli, konstruktiv rəy filan forması. Həmçinin mən Padlet linkini müəllimlərlə paylaşdım. Zəhmət olmasa siz də göstərərdiniz müəllimlər Padletə, yəni ev tapşırığı bölməsinə nələri yerləşdirməlidirlər. Aha. Gördüyünüz kimi belə bir link Elmira xanım sizə göndərib. Həmin linkə daxil olarkən belə bir sualla qarşılaşacaqsınız. Öz ixtisasınıza uyğun düzgün prompt verməklə süni intellekt alətində qiymətləndirmə meyarı hazırlayın və sizin hazırladığınız nümunələr burada əks olunacaq. Təbii ki, o meyarları, yəni hazırladıqlarınızı mən nəzərdən keçirdəcəm və geri dönüş edəcəm. Bir məqamı da qeyd edeyim ki, süni intellekt alətləri çıxandan sonra müəllimlər arasında bir narahatlıq yarandı. Hər kəs düşündü ki, belə bir deyim var ki, süni intellekt müəllimləri əvəz edəcək. Xeyr, bu əsla belə deyil. Süni intellekt nə insan kimi hissləri, emosiyası yoxdur və müəllimin də mütləq hissi və emosiyası olmalıdır. Ancaq bu doğrudur ki, bir həqiqət var ki, süni intellekt aləti bacarığı olan müəllimlər süni intellektdən istifadə edilməyən müəllimləri əvəz edə biləcəklər. Ona görə də hər birinizə bu alətlərdən istifadə etməyi, öyrənməyi tövsiyə edirik. Çox təşəkkür edirəm Vahidə xanım. Əziz müəllimlər, bir şey diqqətinizə çatdırmaq istəyirəm ki, Padlet linkini mən həm chat bölməsinə göndərdim, həm də bu bizim Facebook səhifəmizdə, Rəqəmsal Məktəbin Facebook səhifəsində, Instagram səhifəsində paylaşılacaq. O linklərə keçid edərək Vahidə xanımın verdiyi tapşırığı yerinə yetirib və öz belə deyim, tapşırıqlarınızı ora yerləşdirə bilərsiniz. Bir şey də qeyd eləmək istəyirəm ki, birinci dərsimizdə Padlet saytından istifadə, ora şəkil yerləşdirmə qaydaları hamısı belə deyim, video görüntülərdə var. Oradan da baxıb istifadə edə bilərsiniz. Mütləq öz işinizi ora yükləyərkən ad, soyad, məktəb nömrəsini qeyd edin. Unutmayın. Niyə? Çünki sonda ən aktiv müəllimlər bizdən sertifikatlar qazanacaqlar. Ən gözəl işi, ən düzgün promptu verib, belə deyim də, tapşırığı düzgün yerinə yetirən müəllimlər sertifikat qazanacaqlar. Bunun üçün necə burada aktiv idisə, Padletdə də aktiv olmağınızı istəyəcəm. Hər birinizə qoşulduğunuza görə təşəkkür edirəm. Geri dönüşləriniz çox gözəldir, yazmısınız. Çox xoş oldu sizi dinləmək. Çox xoş oldu həqiqətən. Təşəkkür edirik. Müsahilə müəllimə demək istəyirəm ki, proqram yükləmək lazım deyil. Brauzerdən keçid eləyə bilərsiniz. Müəllim kimi qeydiyyatdan keçsəm Gemini ilə bəli, daxil ola bilərsiniz. Qeydiyyatdan keçməsəz də istifadə edə bilərsiniz. Amma rəqəmsal məktəbdən keçid etdikdə sizə sırf akademik yöndən dəstək göstərəcək. Həmçinin icmalı filanı hazırlamaq üçün onun artıq o beyninə yerləşdirilib. Oradan istifadə etsəz daha gözəl olar. Çox təşəkkür edirəm hər birinizə. Vahidə müəllim, mən də təşəkkür edirəm qoşulan yoldaşlarımıza və sizə təşəkkür edirəm Elmira xanım. Çox sağ olun. Dinləyən və izləyən yoldaşlarımın hər birinə təşəkkür edirəm. Xoş rəyləri mən də oxuyuram. Çox xoş oldu bəyənməyiniz. Minnətdarıq. Hər birinizə gələcək işlərinizdə uğurlar arzu edirik. Çox təşəkkür edirəm. Hər birinizi növbəti 3-cü dərsimizdə gözləyəcəyik. Uğurlar. Sağ olun. Sağ olun.